Bu, bu qaymaqlı. Bu suşini ancaq Fantanda yeyə bilərsiniz. Masada gördüyünüz yeməklər əslində 2 nəfər üçün nəzərdə tutulub, amma o qədər dadlı görünür ki, mən deyəsən tək yeyəcəm hamısını. Qaymaqlı toyuq, Yunan salatı, badımcanlı xırt-xırt və Fantan suşi. Sən düşün. Və bir də alça kompotu, alıma deyil, evdə hazırlanıb. Evdə hazırlanıb. Dostlar, sizi bilmirəm, amma mən ac olanda çox əsəbi oluram. Ona görə mən başlayım, sonra davam edeyim. Emin də orada ölür acından. Çəkir o? Yox. Həqiqətən çox dadlıdır. Tutmaq olmur səndə. Bu qaymaqlı toyuğun dadına mütləq baxmalısınız. Civinim. Badımcan xırt-xırtdır.